Salam əziz coğrafyaçılar. Bu günləri DİM Yeni Test Bankından 29 testdən ibarət olan dağ əmələ gəlmə mərhələləri testlərinin izahına baxacağıq. Test 1. Yerin geoloji inkişaf tarixində baş verən qədim dağ əmələ gəlmə mərhələləri. Baxaq, geoxronoloji cədvələ baxaq. Dağ əmələ gəlmə mərhələləri iki yaşına görə iki yerə bölünür. Qədim və cavan dağ əmələ gəlmə mərhələləri. Bax, bu Baykal, Paleozoin, Kaledon Hertsin qırışıqlığı, bir də Mezozoin Kimmeri qırışıqlığı qədim dağ əmələ gəlmə mərhələləridir. Yəni Y variantı Baykal və Kaledon Hertsin. İkinci suala baxaq. Alp dağ əmələ gəlmə mərhələsinin baş verdiyi geoloji dövrləri müəyyən edin. Alp deyirsə, Alp Kaynezoin dağ əmələ gəlmə mərhələsidir. Yəni Alp qırışıqlığı. Cavan dağlar. Alp qırışıqlığında yaranan bütün dağlar cavan dağlar hesab edilir. Onun hansı deyil bizdə nə var? Geoloji dövrləri. Hansı dövrləri var? Bax, bu hissədə görsədir. Paleogen, neogen və antropogen. Paleogen, neogen və antropogen. Üçüncü suala baxaq. Alp dağ əmələ gəlməsində yaranan dağları soruşur. Yəni, bütün cavan dağlar ümumiyyətlə olmalıdır. Appalaz dağları, Skandinaviya dağları qədim dağlardır. Paleozoy dövründə yaranmış dağlardır. Appalaz dağları ilə Skandinaviya dağları. Sonra Kap, Ural, Kırım, Qafqaz dağları. Kap, Ural dağları qədim dağlar hesab edilir. Tian-Şan, Sayan. Ümumiyyətlə Tian-Şan dağları sonradan fəallaşmaya məruz qalsa da, ümumiyyətlə Mezozoy dövrünün dağlarıdır, yaxud qədim dağlar hesab edilir. Həmçinin Sayan dağları da. Həmçinin böyük suarcı dağları Paleozoy dövrünün dağları hesab edilir. Qafqaz dağları Alp qırışıqlığı cavan dağlar. Ural dağları qədim dağlar, Paleozoy dövrünün dağları. Alp dağları cavan dağlar, Appalaz dağları qədim dağlar. Karpatlar cavan dağlar, Alp qırışıqlığına aiddir. Atlas dağları həmçinin, Pamir dağları həmçinin, Ant dağları həmçinin. Baxaq bir-bir yerlərinə. Baxaq. Pamir dağları, bax, Alp-Himalaya zonasında yerləşir, cavan dağlardır. Sonra Atlas dağları Afrikanın şimalında cavan dağlar hesab edilir. Sonra Ant dağları Cənubi Amerikada cavan dağlar hesab edilir. Sonra qaldı hansılar? Karpat dağları. Karpatlar isə qövsvarı formaya malik olub, Avropada yerləşən cavan dağlar hesab edilir. Növbəti 4-cü suala baxaq. Kopetdağ silsiləsinin fəal seismikliyi bağlıdır. Kopetdağ yerləşir harada? Kopetdağ yerləşir Türkmənistanla İranın sərhəddində. Kopetdağ. Bizdən də soruşur, Kopetdağ silsiləsinin fəal seismikliyə malik olmasının səbəbi. Səbəbi odur ki, Alp-Himalay dağ sistemində yerləşir. Yəni, litosfer tavalarının sərhəddində yerləşir. Alp qırışıqlığı dövründə yaranması ilə bağlıdır. Litosfer tavalarının sərhəddində yerləşir. Ona görə həmin dağlar da cavan dağlar və fəal seismikliyə malikdir. 5-ci suala baxaq. Yenidən fəallaşmış qədim dağ sistemləri. Yoldaşlar, yenidən fəallaşmış dağların adını sayıram. Altay, Sayan, Tian-Şan dağları. Altay, Sayan, Tian-Şan dağları. B variantına baxaq. Tian-Şan, Tian-Şan. Altay, bir də Sayan dağları. Bax, bu üç dağ yenidən fəallaşmaya məruz qalıb. Lakin yenə kitablarda qədim dağlar hesab edilirlər. Növbəti 6-cı suala baxaq. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Appalaz dağları ilə Kordilyer dağlarının müqayisəsini bizdən istəyir. Appalaz dağları və Kordilyer dağları. Hər biri Şimali Amerika materikində yerləşir. Appalaz dağlar qədim dağlardır. Kordilyer dağlarını şərq hissəsi Qayal dağlar qədim dağlardır. Sahil silsiləsi isə cavan dağlardır. Baxaq indi. Materikin ən hündür nöqtəsi buradadır. Bəli. Həmin bu Kordilyer dağlarında McKinley və yaxud da Denali zirvəsi Şimali Amerikanın ən hündür zirvəsidir. 6194 metrə hündürlüyə malikdir. Okean sahillərinə paralel yerləşirlər. Fikir versəz, istər Appalaz dağları okeana paraleldir, istər də Kordilyer dağları okeana paralel yerləşirlər. Yəni, hər ikisinə oxşar xüsusiyyətdir. Geosinkronun 4-cü mərhələsinə uyğun gəlirlər. Yəni, 4-cü mərhələ. Platforma mərhələsi. Bütün qədim dağlar artıq hansı mərhələdədir?
4-cü mərhələ. Yəni qədim dağ olan Appalaz dağları 4-cü mərhələdədir. Sonra qar xəttindən yuxarıda yerləşir. Qar xəttindən yuxarıda yerləşməsi üçün dağın hündürlüyü çox olmalıdır. Əlbəttə ki, hündürlüyü çox olan dağ da hansıdır? Kordilyer dağları. Bir də bax, burada biri biz Kordilyer deyib gətirib Appalazın yerində yazmışıq. Ona görə 1-2 aiddir da. Növbəti 5-ə baxaq. Qədim dağlardır. Qədim dağlardır. Əlbəttə ki, dediyimiz kimi Appalaz dağları litosfer tavalarının sərhədlərindən kənarda olduğu üçün qədim dağlardır. 2 yarımkürədə yerləşir. Həm Appalaz dağları, həm həm Kordilyer dağları. Ümumiyyətlə, Şimali Amerikada yerləşən istənilən dağ, istənilən düzənlik, istənilən məntəqə 2 yarımkürədədir. Çünki Şimali Amerikanı nə ekvator xətti, nə Greenwich xətti, nə də 180 dərəcəlik meridian heç biri kəsmirsə, deməli həmin ərazi 2 yarımkürədə yerləşir. 6 da oxşarlığa aiddir. Deməli 1-ə 3, 5, 2-ə 1, 4, 3-ə də 2, 6, yəni Y variantı. Növbəti 7-ci suala baxaq. Nə soruşur bizdən? Tian-Şan, Altay və Sayan dağlarının geoloji cəhətdən qədim olmalarına baxmayaraq, hündür olmalarının səbəbi. Bəli, bu yaxki sualda bunun cavabı var idi sanki. Hündür olmalarının səbəbi onlar yenidən fəallaşmaya məruz qalmış dağlardır. Həmin bu Altay, Sayan, Tian-Şan dağları yenidən fəallaşmış dağlardır. Bir də onu deyim ki, əksər hallarda qədim dağların hündürlüyü az olur. Cavan dağlar şiş uclu və hündürlüyü çox olur. Baxmayaraq ki, bu Altay, Sayan, Tian-Şan dağları qədim dağlardır. Bunların hündürlüyü az olmalıdır. Ancaq bunlar yenidən fəallaşmaya məruz qaldıqları üçün onların hündürlükləri çox olub. Yəni, Alp qırışıqlığında yenidən fəallaşmaya məruz qalıblar. Həmən bu Altay, Sayan və Tian-Şan dağları. 8-ə baxaq. Tian-Şan dağlarının geoloji cəhətdən qədim olmasına deyir baxmayaraq, burada seismik hərəkətlərin müşahidə olunmasının səbəb də odur ki, onlar yenidən fəallaşmaya məruz qalıblar. Yəni, sonuncu dağ əmələ gəlmə mərhələsi olan Alp dağ əmələ gəlməsində yenidən qalxmaya məruz qalmışdırlar. İndi, baxaq variantlara. Mütləq hündürlüyünün az olması. Birincisi, mütləq hündürlüyü çoxdur. Ümumiyyətlə, dağın hündürlüyü ilə onun geosinkronalda olub-olmamasının heç bir şərti ödəmir, belə deyim. B. Fəal antropogen təsirə məruz qalmışdır. Yəni, insan təsirinə məruz qalıb-qalmamasının onun geoloji quruluşunun, ümumiyyətlə, seismikliyi ilə nə əlaqəsi yəni ki? Okean və materik tipli litosfer tavalarının sərhədində yerləşməsi. Ümumiyyətlə, onlar litosfer tavalarının sərhədlərindən kənar yerləşirlər. Platformanın mərkəzində yerləşirlər, belə deyim. Alp dağ əmələ gəlmə mərhələsi düzdür, D variantı. Qədim platformanın mərkəzində yerləşməsi onların seismikliyinin artırılmasına, hərəkətli olmasına yəni səbəb deyil. Səbəb Alp qırışıqlığında yenidən fəallaşmaya məruz qalmalarıdır. 9-cu suala baxaq. Mezozoy erasında yaranan dağlar. Yoldaşlar, Mezozoy erasında yaranan dağları, əraziləri sizə sayıram. Verxoyanski, bax bu hissələr. Bunu bir dəqiqə göylə işarə eləyək. Verxoyanski, Serski, Sxota-Alin dağları, Tibet yaylası, burada Kunlun dağ sistemləri, bir də Kordilyerin qayalı dağlar hissəsi Mezozoy qırışıqlığında formalaşmış ərazilərdir. Bir də burada Stanovoy hissəsi və Aldan yaylası var. Baxaq variantlara. Hansılardır? Skandinaviya xeyr, Paleozoya aiddir. Ant dağları Alp qırışıqlığına aiddir. Verxoyanski və Çeski silsilələri, Verxoyanski və Çeski Mezozoy erasında yaranan dağlar hesab edilir. Qafqaz dağları Alp qırışıqlığındadır. Kordilyerin qayalı dağlar hissəsi Mezozoy olsa da sahil silsiləsi Alp qırışıqlığıdır. Pamir dağları Alp qırışıqlığıdır. Karpatlar da Alp qırışıqlığıdır. 10-cu suala baxaq. Kaledon və Hertsin dağ əmələ gəlmə mərhələlərinin əhatə etdiyi geoloji eraları müəyyən edin. Kaledon və Hertsin qırışıqlığı. Əlbəttə ki, Kaledon və Hertsin qırışıqlığı geoxronoloji cədvəldə Paleozoy erasına aid edilir. 11-ci suala baxaq. Hansı dağ silsilələri Alp qırışıqlığı zamanı əmələ gəlmişdir? Yəni, cavan dağlar.
Alp qırışıqlığında yaranan dağları bizdən soruşur. Bütün Alp-Himalay sistemindəki yerləşən dağlar cavan dağlardır. Alp-Himalay zonasında. Ant-Kordilyer dağ sistemində yerləşən dağlar da cavan dağlar hesab edilir. Baxaq indi. Krım dağları bəli, bax bu hissədə yerləşir. Cavan dağlardır. Kopet dağ, bax bu hissədə cavan dağlardır. Ant dağları, Atlas dağları Afrikada yeganə cavan dağdır. Çünki Alp-Himalay zonasında yerləşir. Bir də Ant dağları da Cənubi Amerikada sahil silsiləsində, ümumiyyətlə Nazca ilə Cənubi Amerikanın toqquşmasından yaranan Cənubi Amerikanın qərbində yerləşən cavan dağlardır. A variantı ona görə birbaşa düzgün variantdır. B variantında Tian-Şan dağları dediyimiz kimi Mezozoydadır. Ant dağları Alp qırışıqlığıdır. Altaylar yenə Altay Sayan Tian-Şan Mezozoydur. Appalaz dağları Paleozoydur. Ona görə B variantı olmaz. Krım dağları bəli Alp qırışıqlığıdır. Ural dağları Paleozoydur olmaz. Qafqaz cavan Alp qırışıqlığındadır olar. Skandinaviya Paleozoydadır olmazdı. D variantında Altay dedik Mezozoydur qədim dağdır olmaz. Appalaz Paleozoydur qədim dağdır olmaz. Kap Paleozoy qədim dağ. Qafqaz düzgündür. Y variantında Ural qədim dağdır, Paleozoydur. Ant cavan dağdır, Alp qırışıqlığıdır. Himalay cavan dağdır, Alp qırışıqlığıdır. Kap isə qədim dağdır. Afrikanın cənubunda yerləşirlər. Qədim dağlar hesab edilirlər. Növbəti 11-ci, 12-ci sualımıza baxaq. Nə soruşur bizdən? Alp dağlarına aid xüsusiyyətləri müəyyən edin. Alp dağları yerləşir Avropada. Alp dağları ən hündür zirvəsi Mont Blancdır. Qövsvari formaya malikdir. Baxaq, qədim qırışıq faylı dağlardır. Xeyr, cavan dağlardır. Qırışıq dağlardır. Kaynazoy erasında əmələ gəlmişdir. Bəli, Kaynazoyun Alp qırışıqlığında əmələ gəlib. Baykal qırışıqlığına aiddir. Xeyr. Qərbi Avropanın ən uca zirvəsi burada yerləşir. Bəli, Avropanın qərb hissəsində yerləşən ən uca zirvə Alp dağlarında 4807 metr hündürlüğə malik olan Mont Blanc zirvəsidir. Bəs desəydilər Şərqi Avropanın ən hündür zirvəsi, onda deyərdik ki, Rusiyanın Kabarda-Balqaristan Türk Muxtar Respublikasının ərazisində yerləşən Qafqazın ən hündür zirvəsi Elbrus 5642 metr olan zirvəni götürərdik. Ümumiyyətlə Avropanın ən hündür zirvəsi həmin Elbrusdur. Rusiyanın ərazisində düşür. Atlantik və Şimal buzlu okeanları arasında su ayrıcıdır. Atlantik və Şimal buzlu xeyr, qəti şəkildə. Dağ turizmi güclü inkişaf etmişdir. Bəli, Avropada Alp dağları güclü turizm zonası hesab edilir. Dağ turizmi. 2, 4, 6 C variantı. 13-cü suala baxaq. Geoloji ardıcıllığı tamamlayın. Baxaq. Alp qırışıqlığı soruşur. Kaynazoy, bəli, Kaynazoyun Alp qırışıqlığı mütləq birin yerində cavan dağ olmalıdır. Cavan dağları seçməliyik. D variantında Appalaz olmaz. C variantında Kap dağları qədim dağlarda olmaz. 2-yə baxaq. Mezozoy deyirsə, Verkhoyanski, Çerski, Sxot, Alin, Tibet, Kunlun dağ sistemləri, Kordilyerin qayal dağları hissəsi və Stanovoy silsiləsi Aldan yaylası. Bəli, Mezozoydur. Mezozoyda. Hansı qırışıqlıq var? Mezozoyun Kimmeri qırışıqlığı. Ona görə bax burada Baykaldır. B-də olmaz. 2-də bir də ya E variantıdır ya da ki A variantı. Hər bir şərt ödəyir. Baxaq 3-cüyə. Kaledon, bəli, Paleozoyun qırışıqlığıdır. Qədim dağlarsa Skandinaviya. Yəni Paleozoy olmalıdır. Ona görə Y variantı. Mezozoy yox. 14-cü suala baxaq. Xəritə sxemdə rəqəmlərlə göstərilmiş dağ sistemlərinin qırışıqlıq mərhələlərini müəyyən edin. 1. Verkhoyanski dağları. Bax bu hissədə. Verkhoyanski silsiləsi. Hansı dövrün dağları idi? Bəli, düz deyirsiniz. Mezozoy. Mezozoy. Yəni Mezozoyun Kimmeri qırışıqlığı. Sonra 2-yə baxaq. Böyük su ayrıcı dağlar. Böyük su ayrıcı dağlar qədim dağlardır. Hansı dövrün dağlarıdır? Paleozoyun, Kaledon, Hertzin. Yəni ona görə bu hissələrə dəymirik. Ya C-dir, ya D variantı. Digərinə baxaq. Digəri isə Afrikanın yeganə cavan dağı olan hansı dağlardır? Atlas dağları. Ən hündür zirvəsi Tufkaldır. 4165 metrə.
Yəni Kaynazoyun Alp qırışıqlığı. Ona görə D variantı. 15-ci suala baxaq. Doğru sıraları müəyyən edin. Verxoyanski silsiləsi dağ və ya dağlıq qurşaq. Bəli, yerləşdiyi materik Avrasiya. Verxoyanskidən danışır, eləmi? Gedə görə Verxoyanski. Aha, Verxoyanski silsiləsi. Verxoyanski, bəli, yerləşdiyi materik Avrasiya düzdür. Era, Mezozoy düzdür. Qırışıqlıq mərhələsi Kimmeri düzdür. Bəli, ona görə biri götürmək olar. Sonra gəldik Appalaz dağlarına. Appalaz dağları Şimali Amerikada. Şimali Amerika materiki bəli düzdür. Kaynazoy mu? Xeyr, Kaynazoy deyil. Appalaz dağları Paleozoydur. Ona görə 2 olmaz. Atlas dağları Afrikanın şimalındakı Atlas dağları. Atlas dağlarından danışır. Afrika materiki düzdür. Paleozoy yox, Alp qırışıqlığıdır. Cavan dağlardır. Ona görə 3 də olmaz. Sonra Ant dağları yerləşir Cənubi Amerikada. Ant dağları və Cənubi Amerikadadır. Düzdür. Paleozoy yox, hansı qırışıqlığıdır? Bəli, Alp qırışıqlığıdır. Ona görə 4 də olmaz. Pamir dağları yerləşir harada? Yerləşir baxın Asiyada. Pamir dağları. Ən hündür zirvəsi Kongurdur. 7719 metrə. Bir də Pamir dağlarının Türkiyə Respublikalarının daxilində yerləşən ən hündür zirvəsi isə Səməni Pikdir. Yerləşir Çinin ərazisində Sintezyan Uyğur Muxtar vilayətinin tərkibində. Onun hündürlüyü 7495 metrədir. İsmail Susamanda deyirlər, Səməni Pikdə deyirlər. Növbəti, deməli, Pamir dağları, buna görə 5-də Alp qırışıqlığıdırsa, Kaynazoy dövrüdür, düzgündür. Yəni 1-5A variantı. 16-cı suala baxaq. Düzgün ardıcıllığı müəyyən edin. Baxaq, Era, Paleozoy, Kaledon Hersin qırışıqlığı düzdür. Altay dağları. Altaylar hansı dövrün dağlarıdır? Mezozoyun. Daha doğrusu Paleozoyun. Ona görə Afrika materikində olması səhv fikirdir, götürə bilmərik. Bir də yeri gəlmişkən, bax, bunlar haqqında məlumat verin. Bu Altay Sayan Tianşan dağlarını indiki dərsliklərdən çıxardıblar, amma əvvəllər Altay Sayan Tianşan dağlarının şimal hissəsini Kaledon qırışıqlığında verirdilər. Cənub hissəsini isə Hertsin qırışıqlığında verirdilər. Ancaq burada ümumilikdə indi Altay Sayan Tianşanı verirlər Paleozoya. Ta ayırmırlar Kaledondumu, Hertsindimi. Afrika materikində olmadığı üçün götürə bilmərik. Paleozoy, Hertsin qırışıqlığı, Ural dağları, Avrasiya materiki. Ural dağları, bəli, Avrasiya, Paleozoy, heç bir problem yoxdur. Ona görə 2-ni götürə bilərik. Mezozoy qırışıqlığı, Kimmeri, Mezozoyun Kimmeri qırışıqlığı, Appalaz dağları, xeyr, Appalaz dağları Paleozoydur. Ona görə 3 olmaz. Kaynazoy, Alp qırışıqlığı düzdür. Afrikada Atlas dağları, bəli, Afrika materikində düzgün fikirdir. Mezozoy, Kaledon, xeyr, Mezozoyun Kaledon yox. Mezozoyun qırışıqlığı Kimmeridir. Ona görə 16-da 2-4 düzgün variantdır. Növbəti suala baxaq. 17. Xəritə sxemi əsasən A və B xətti üzrə coğrafi obyektləri və onların geoloji yaşını müəyyən edin. İndi yoldaşlar, baxaq. Görək A-B profili hansı istiqamətdən hansı istiqamətə doğru gəlir. Deməli, A-B profili, A təxminən bax bu hissədən B profili üzrə bu hissəyə doğru hərəkət edir. Baxaq, A-da təxminən nə yerləşər? Verxoyanski silsiləsi yerləşər və yaxud da Orta Sibir yaylasından keçə bilər. Bax, bu hissələr Orta Sibir yaylası, bura Verxoyanski silsiləsi. Baxaq, Orta Sibir yaylası A variantında Paleozoy problem yoxdur. Bir planşetdə texniki problemlər olur, ona görə video getmişdi. Tamam. Deməli, Orta Sibir yaylası, Paleozoy, ümumiyyətlə belə deyim də, Orta Sibir yaylası qədim platformadır. Qədim platformalar hamısı Kemberiyə qədərki dövrdə olub. Yəni Paleozoy ilə əlaqəsi yoxdur. Ona görə A variantı olmaz. Verxoyanski silsiləsi Mezozoydur. Bəli, Verxoyanski silsiləsi Mezozoydur. Olar. Sonra Tianşan dağları Paleozoy. Tianşan dağlarından keçirmi? Bəli, gəlir. Bax, Tianşan dağları olan hissədən keçir. Tianşan dağları Paleozoydur.
Bəli, problem yoxdur. Pamir dağlarına gəlib çatır. Pamir dağları. Kaynazoidumu? Bəli, kaynazoidu, problem yoxdur. B variantı düzgün variantdır. İndi digər fikirlərə baxaq. Orta Sibir yaylası. Proterozoid, bəli, qədim ərazidə olar. Sayan dağları kaynazoid deyil. Sayan dağlarından keçsə də, Sayan dağları kaynazoid deyil. Ona görə C variantı olmaz. Çerski silsiləsi mezozoid. Baykal ətrafı kaynazoid. Xeyr, Baykal ətrafı Baykal qırışıqlığında baş verib. Ona görə D variantı olmur. Qərbi Sibir proterozoid. Qərbi Sibir, Ön Qafqaz, Qərbi Sibir, Turan olsun, Ön Qafqaz olsun, Almaniya, Polşa obalığı olsun. Bunlar cavan platformalardır. Cavan platformalarda yaranıblar paleozoida. Yəni ki, proterozoida yox. Ona görə də Y variantı da olmaz. 18-ci suala baxaq. Xəritə sxemə əsasən A və B xətti üzrə coğrafi obyektləri və onların geoloji yaşını müəyyən edin. Baxaq. Deməli, A-B profili. Görək, haradan hara doğru gedib. A profilindən gəlib təxminən Ural dağlarına qədər. Yəni, Sxota-Alin dağlarından gəlib hara doğru? Ural dağlarına qədər gəlib. Baxaq. Böyük Xınqan, Paleozoy, Böyük Xınqan dağları. Bəli. Çinin ərazisində Böyük Xınqan dağları hissəsindən keçir. Bu hissədə isə Kiçik Xınqan dağları yerləşir. Bunu da bilmiş olasınız. Paleozoidumu? Bəli, qədim dağlar paleozoidu. Böyük Xınqan, Kiçik Xınqan dağları olsun. Sonra Altay dağları paleozoid. Bəli, gəlib təxminən Altaylardan keçir. İndi mən burada təxminən düz çəkməmişəm. Təxminən bax bu istiqamətdə gedir də, bu formada. Gəlib Altay dağlarından da keçir. Paleozoidumu? Bəli. Yekunda gəlib hara çatır? Ural dağlarına. Ural dağlarda nədir? Hansı dövrün dağlarıdır? Qədim dövrün, yəni paleozoid dövrünün dağlarıdır. İndi baxaq. Burada deyir ki, Böyük Çin düzənliyi. Birincisi Böyük Çin düzənliyindən keçmir. Böyük Çin düzənliyi yerləşir burada. Ona görə B variantı ümumiyyətlə səhvdir. Sonra Tibet yaylası. Tibet yaylası yerləşir burada. Yəni AB profilinə uyğun gəlmir. Sxota-Alin dağları. Sxota-Alin dağları yerləşir bax bu hissədə. Sxota-Alinə doğru gedib çata bilmir. Çatsa belə görək başqa burada səhv nədir? Sxota-Alin dağları paleozoid deyil, mezozoid. Ona görə D də olmaz. Sonra Sayan dağları paleozoidu, düzdür. Altay dağları paleozoid, düzdür. Kopet dağ mezozoid. Kopet dağ alp qırışıqlığıdır. Bax bu hissədə yerləşir. Ümumiyyətlə AB profilinə uyğun gəlmir. Həm də ki alp qırışıqlığında yerləşir. Mezozoida yox. 19-cu suala baxaq. Xəritə sxemə əsasən qədim dağları müəyyən edin. Yoldaşlar, 1. Hansı dağlardır? Əlbəttə ki, Şimali Amerikada qədim dağlar, Appalaz dağları. Bax bu hissədə. Bu əraziyə Amerikanın kömür ştatda deyirlər. Yəni, vaxtilə bax bu Appalaz dağlarından kifayət qədər kömür çıxardılıb. Sonra ikinciyə baxaq. Ant dağları Cənubi Amerikada cavan dağlardır. Bizdən qədim dağ dediyi üçün Andı götürə bilmirik. Bax bu hissədə üstdə Skandinaviya dağları yerləşir. Hansı dağlar? Avropanın şimalındakı qədim dağlar, Skandinaviya dağları. Bax bu hissədə yerləşir Karpatlar. Karpatlar cavan dağdır, ona görə götürə bilmərik. Afrikanın şimalında bu hissədə yerləşir cavan dağlar, Atlas dağlar. Ona görə 4 də götürə bilmərik. Afrikanın cənubunda isə qədim dağlar, Kap və Əjdaha dağları və yaxud da Kap və Drakon dağları yerləşir. Qədim dağlardır, paleozoid dövrünün dağlarıdır. Növbəti 20-ci suala baxaq. Bu səfər xəritədə bizdən cavan dağları soruşur. Cavan dağlar hansı dağlardır? Ant dağları, alp qırışıqlığı, Atlas dağları, alp qırışıqlığı. Sonra bax bu hissədə Himalay dağları, alp qırışıqlığı. Yerdə qalan Kap Əjdaha dağları qədim dağlardır. Böyük Suaricə qədim dağlardır. Həmçinin Ural dağları qədim dağlardır. 21-ci suala baxaq. Kaledon və Hertsin qırışıqlığı dövründə yaranan dağları müəyyən edin. Yəni bir sözlə Kaledon və Hertsin olsun, nə Mezozoy olsun, nə alp qırışıqlığı olsun. Baxaq bu hissəyə. Bax bu Kaledon və Hertsindir. Yəni Böyük Suaric dağları. 3-ü götürə bilərik. 5 olmaz, alp qırışıqlığıdır. 6 Appalaz dağları olar, Kaledon Hertsin qırışıqlığıdır. 4-də Tupkal, Atlas dağları olmaz. 1-də
Ural dağları Kaledon Hertsindi olar. 2-də Himalay dağları Alp qırışıqlığıdır olmaz. 22-ci suala baxaq. Uyğunluq pozulmuşdur. Baxaq görək harda. Kaynazoy dövrünün dağlarıdırmı? Kunlun dağlar düzdür. Alp qırışıqlığıdırmı? Xeyr. Ona görə biri götürə bilmərik. Uyğunluq pozulub. Bizdən də pozulmuş dediyi üçün ona görə biri götürürük. Yəni bir yanlış olduğu üçün götürürük. Mezozoy qayalı dağlar, bəli, Kordilyerin qayalı dağlar hissəsi Mezozoy dövrüdür. Kimmeri qırışıqlığıdırmı? Bəli, düzdür. Düz fikir olduğu üçün ikini götürə bilmirik. Sonra Paleozoy böyük və kiçik Xınqan dağları, Paleozoy böyük və kiçik Xınqan dağları Kaledon və Hertsin. Üçdə də heç bir yanlış yoxdur. Düz fikirdir, ona görə götürə bilmərik. Sonra Praterozoy Orta Sibir yaylası, yəni qədim platformalar harada yerləşir? Paleozoydan əvvəldir. Kaledon mu? Xeyr, Kaledon yox. Kaledon olmaz. Çünki Arxey və Praterozoydadır. Paleozoydan əvvəldir. Ona görə 4 yanlış olduğu üçün onu da götürürük. Sonra gördük Arxey dövrünə. Arxeydə Appalaz dağları, yəni səhvdir. Misal üçün Arxey dövründə Appalaz dağları yerləşir Paleozoyda. Yəni Arxey dövründə yerləşmir. Dövrünə düşmür. Ona görə Appalazla Arxey uyğun gəlmir. Yanlışlıq var. Kaledonda heç baxmağa ehtiyac yoxdur. Yəni yanlışdır. Ona görə 1, 4, 5 yanlışları götürürük. 23-cü sual. Uyğunluq gözlənilir. Bu səfər doğru uyğunluğu deyir bizə. Kaynazoy dövrü. Atlas dağları, Cavan dağlar, Alp qırışıqlığı, bəli, ona görə biri götürülür. Mezozoyun Verxoyanski dağları, Mezozoyun Kimmeri qırışıqlığı, bəli, Kimmeri, ona görə ikini də götürürük. Sonra Paleozoy, Appalaz dağları düzdür. Kaledon və Hertsin qırışıqlığıdır, bəli, 3 də düzdür. Sonra Praterozoy, Çin, Koreya və Kimmeri qırışıqlığı. Kimmeri hara, Praterozoy hara. Ona görə 4-də yanlışlığı var. Arxey, Kunlun dağları yerləşir Mezozoyun Kimmeri qırışıqlığında. Yəni Kaledonla Arxey ilə əlaqəsi yoxdur. 24-cü suala baxaq. Düzgün ardıcıllığın verildiyi sıraları müəyyən edin. Dağlara baxaq. Kopet dağ, Cavan dağlardır. Yerləşir İranla Türkmenistanın sərhəddində. Bax bu hissədə Kopet dağ, İranla Türkmenistanın sərhəddində. Bəli, bütün Cavan dağlar da 3-cü mərhələdədir. Ona görə biri götürürük. Düzgün ardıcıllıq deyir. Appalaz dağları qədim dağlardır. 1-ci mərhələdədirmi? Xeyr. Bütün qədim dağlar 4-cü mərhələdədir. Ona görə 2-də yanlışlıq var. Ant dağları Cavan dağlardır. 4-cü mərhələdir. Xeyr. Yoldaşlar, bunu bilmiş olasınız ki, bütün Cavan dağlar 3-cü mərhələdədir. Geosinklanın inkişafının 3-cü mərhələsində. Bütün qədim dağlar isə artıq 4-cü mərhələdədir. Yəni yavaş-yavaş hamarlanma baş verir. Platformaya çevrilirlər. Qafqaz dağları, Cavan dağlar, bəli, 3-cü mərhələ düzdür. Atlas dağları Afrikanın şimalında qədim dağlar deyil, Cavan dağlardır. Ona görə 5 yanlışdır. Ural dağları qədim dağlardır. Bəli, bütün qədim dağlar da neçənci mərhələdədirlər? 4-cü mərhələ. Yəni artıq platformaya çevrilirlər. Növbəti 25-ci suala baxaq. Ardıcıllığın düzgün verilmədiyi sıraları soruşur bizdən. Atlas dağları Cavan dağlardır. 3-cü mərhələdədir. Bəli, Cavan dağlar 3-cü mərhələ düzdür. Altaylar yerləşir qədim dağlardır. Bəli, 2-ci mərhələdə yox. Bütün qədim dağlar 4-cü mərhələdədir. Yanlış olduğu üçün bizə yanlış lazımdır da, götürürük. Piriney dağları yerləşir harada? Avropanın, bax, cənubunda. Daha doğrusu Piriney yarımadasının şimalı Avropanın cənub hissəsində düşür. Cavan dağlardır. 3-cü mərhələdirmi? Bəli. Düzgün olduğu üçün götürə bilmirik. Skandinaviya dağları Avropanın şimalındadır. Cavan dağlar deyil, qədim dağlardır. Yanlış olduğu üçün 4-ü götürürük. Dekan yaylası yerləşir harada? Hindistan yarımadasında. Dekan yaylası nədir? Qədimdir, bəli, 4-cü mərhələdir. Düz olduğu üçün götürə bilmirik. Kordilyer dağları Cavan dağlardır. 1-ci mərhələdir. Xeyr, 1-ci mərhələ deyil. Bütün qədim Cavan dağlar 3-cü mərhələdədir. Yanlış olduğu üçün 6-da götürürük. 26-cı sual. Paleozoy erasındakı qırışıqlıqlara aid olmayan dağ sistemlərini müəyyən edin. Paleozoyun dağları olmasın.
Bəli, Kordilyer dağları Paleozoyun dağı deyil, cavan dağdır. Ant dağları cavan dağlardır. Atlas dağları cavan dağlardır. Bəli, Ural dağları Paleozoyun dağıdır, olmaz. Kapəjdaha dağı Paleozoyun dağıdır. Böyük Suarcı dağı da həmçinin. 27-ci suala baxaq. Paleozoy 1 və Kaynazoy 2 eralarında baş vermiş uyğun coğrafi hadisələr. Paleozoy qədim mərhələ. Görək burada nə baş verib. Appalaz və Ural dağları əmələ gəlmişdir. Harada? Paleozoyda. Yəni yazdıq bura. Son buzlaşma baş vermişdir. 4-cü dövrün buzlaşması harada olub? Olub Kaynazoyda. Bax, onu yazdıq bu hissiyə. Hertzin qırışıqlığı baş vermişdir. Nəyin Kaledon Hertzin qırışıqlığı var? Bəli, Paleozoyun. Verxoyanski, Çerski, Sxota, Alin, Tibet, Kunlun dağ sistemləri, Kordilyerin qayal dağları hissəsi hara aiddir? Mezozoyun Kimmeri qırışıqlığına. Yəni D heç birinə aid deyil. Alp dağ əmələ gəlməsi baş vermişdir. Əlbəttə ki, Kaynazoyun Alp qırışıqlığı. Yəni Y də getdi Kaynazoya. Növbəti 28-ci suala baxaq. Uyğunluğu müəyyən edin. Geoloji dövr verib və əsas geoloji hadisələri verib. Baxaq, uyğunlaşdıraq. Kaynazoyda, Mezozoyda, Paleozoyda uyğunlaşdırma var. Kimmeri qırışıqlığının baş verməsi. Kimmeri hara aiddir? Bəli, Mezozoyun Kimmeri qırışıqlığı. Tetis okeanının qapanması. Tetis okeanı parçalanıb, yerində müasir dənizlər, Qara, Xəzər, bax bu hissədə yaranan dənizlər. Aralıq, Qara, Xəzər, Aral dənizləri yaranıb. Hansı dövrdə? Kaynazoyda. Sonra. Sxota, Alin, Çerski dağlarının əmələ gəlməsi. Əlbəttə ki, söhbət gedir Mezozoy qırışıqlığından. Pangeya qurusunun parçalanması. Pangeya qurusu 2 dənə materika parçalanıb. Şimalda Lavrasiya, cənubda da Hondvana. Hansı dövrdə? Bəli, Paleozoyda. Hondvana materikləri isə buzlaşmaya baş vermişdir. Hondvana materikində buzlaşma baş vermişdir. Ümumiyyətlə, Hondvana materiki mövcud olub Paleozoyda. Buzlaşma da baş verib Kaynazoyda. Yəni, bunlar dövr olaraq bir-birinə uyğun gəlmirlər. Yəni, heç birinə aid deyil. Çünki burada buzlaşma Kaynazoyda, Hondvananın mövcudluğu Paleozoya təsadüf edir. Ona görə Y heç birinə uyğun gəlməz. Sonuncu 29-cu sualımıza baxaq. Yenə uyğunlaşdırmadır. Böyük Xınqan və Böyük Suarcı dağlar. Hər biri qədim dağlardır. Yerləşir harada? Yerləşir Paleozoyun Kaledon və Hertzin qırışıqlığı. Yəni A variantı 1-ə getdi. Sxota, Alin dağları. Bəli, Mezozoyun Kimmeri qırışıqlığı. Verxoyanski, Çerski, Sxota, Alin dağları yerləşir harada? Kimmeri qırışıqlığında yaranıblar. Qayalı dağlar, Kordilyerin bir də qayalı dağları. Bu da hara aid idi? Bəli, qayalı dağlarda Mezozoyda formalaşıblar. And və Atlas dağları, Pamir və Karpat dağları. Bunlar hər biri cavan Kaynazoy dövrünün Alp qırışıqlığında yaranan dağlar hesab edilir. Bu da sonuncu sualımız. Diqqətinizə görə çox sağ olun. Təşəkkürlər. Hələlik.